Satdıqları pambığın aylardır ki pulunu ala bilmirlər. Sabirabad rayonundan olan bir qrup fermer Piagro MMC-nin Sabirabad filialı ilə müqavilə bağlayaraq pambıq əkini həyata keçiriblər. Ötən ilin oktyabr və sentyabr aylarında məhsul tədarük edərək müqavilə bağladıqları şirkətə təhvil veriblər. Lakin fermerlər bildirir ki, müqavilədə nəzərdə tutulmuş ödənişləri hələ də ala bilmirlər. 15 hektar müqavilə bağlamışdım. 40 tonaca məhsul vermişdim. Birazını almışam, birazı qalıb və 8 miləcəndə qalıb. Nə deyirlər? Belə deyirlər, bu gün səhər. Oğlum keçən il 2 hektar müqavilə bağlayıb. Bu 2 hektara qarşı 5 ton pambıq vermişik. Bu 5 tondan hələ biz 1 manat deyərsən pul almamışıq. Dövlət subsidiyasını verib o 5 tonu. Bizim hardasa 1400 manat alacağımız var. Sakinlər deyirlər ki, müqavilə bağladıqları Piagro MMC ilə əlaqə saxlasalar da nəticə olmayıb. 2025-ci ildə Pambıq Agro MMC ilə Sabirabad filialı ilə müqavilə bağlayıb pambıq əkmişik. Nə qədər müqavilə? 2 hektar yarım. Hal-hazırda indiyəcək pambığın pulunu alamıyormuş, yığımın pulunu alamıyormuş. Hara müraciət edirik, heç kim boynuna götürmür. Birinci yığımı da almamışam, ikinci yığımı da almamışam. 1200 manat idi, 350 manat da bitir. Harada müraciət edirik, baxan yoxdur. 5 aya yaxındır, ala bilmirik. Piagro MMC-nin Sabirabad filialından bildirilib ki, mövcud gecikməyə səbəb mahluç satışında yaranmış problemi idi. Artıq şirkət tərəfindən problem aradan qaldırılıb. Növbəti günlərdə fermerlərin mərhələli şəkildə ödənişlərinin həyata keçirilməsinə başlanılacaq. Elmədin İsmailov, Şəhla Puladova, Xəzər xəbər.